Akşin bəy, arzuladığınız həyat necədir? Maraqlıdır mənə. Mən elə çox arzularım yoxdur və arzulamağı da insan üçün elə də belə deyək. Qəbahət deyil, hər kəsin arzuları. Yəni mənim arzularım, mənim belə çox bəsit arzularım var mənim. Yəni mən yazmaq üçün öz başımdakı ideyaları kağıza və yaxud indi elektron çap dünyasında yaşayırıq, kompüteri köçürməkdən ötürü minimal şərtlərin təmin olunması. Yəni mənim ən böyük arzum bundan ibarət. Ki mən minimal şərtlər təmin olunsun ki, mən başqa digər qayğılar, adi insanların həyatından məhrum eləyən bir həyat istəyirəm. Arzum məsələn budur. Məni adi insanların həyatından məhrum eləsin. Mən öz istədiyim müəllif həyatı yaşaya bilim. Amma və mən sizə deyim ki, bugünkü dünyamızda bu qədər mənəvi böhranın, bu qədər psixoloji böhranın baş verməsinin səbəbi odur ki, insanlara süni şəkildə arzular yaradırlar. Yəni biz süni arzular dünyasında yaşayırıq. O şey ki bizə lazım deyil, onu bizə arzulatdırırlar. Bu da insanların psixologiyasını pozur, mənəviyyatını pozur, əxlaqını pozur. Hətta məsələn indi belə bir çağımızın belə bir dəyəri var ki, biz bir-birimizin arzularını arzulamağa başlamışıq. Sosial şəbəkələr vasitəsilə orada necədir də insanlar ancaq öz xoşbəxt anlarını təsvir eləyirlər. Bəli, paylaşırlar. Bütün insanlar bir-birlərinin həyatını yaşamaq istəyir. Tutaq ki, məsələn, o bir necə deyim, sirk ustasıdır, məsəl üçün deyirəm. O bir kəndirbazdır. Kəndirin üzərindəki olanda o xoşbəxtdir. Və onun həyatının belə deyək, təbliğ olunması, reklam olunması, sosial şəbəkələr vasitəsilə çoxaldılması başqalarında da belə bir istək yaradır ki, mən də onun kimi kəndirin üzərində dayanım və çıxır, təpəsi üstə gəlir yerin ortasına düşür. Bu, mən indi bunu primitiv bir nümunə göstərdim, misal çəkdim. İnsanların, bax, bu günlər o dediğiniz arzu məsələsi var ki, arzu ilə iddia üst-üstə düşməlidir. İnsanların iddiaları, arzuları çox böyükdür, imkanları qısıtdır. İmkanın qısıt olub, imkanın məhdud olub, arzunun böyük olmağı, ilk dəliliyin, o mən dediyim üstün başın cıran dəliliyin, nevrozun, psixoloji pozuntuların, hamısının səbəbi budur. İmkanlar və arzular. Bugünkü insanın imkanları çox məhduddur, arzuları, ona təqdim olunan arzular dünyası çox zəngindir. Bütün insanlar da onu sosial şəbəkələr vasitəsilə o arzuları, belə deyək, ona təqdim olunan arzuları özününkiləşdirir, amma imkanlar da yoxdur onu reallaşdırmağa. Və axırı nə olur? Psixoloq yanına getmək, psixoloqlara ətək-ətək pul vermək, bunun axırı nə olur? Saxta psixoloqların ortalığa çıxmağı. Vallahi. Yəni görürsünüz bir arzu modeli, bir süni arzular dünyası nə qədər saxta insanlar yaratdı. Ona görə də mən düşünürəm ki, məsələn bu arzu mövzusu ümumiyyətlə Azərbaycan mediasında, Azərbaycan televiziyalarında müzakirə olunmalıdır. Çünki insanlar arzu adlı bir tələnin artıq dələsinə çevriliblər. O dairəvi bir şeyin içərisində, təkərin içərisində dələ olur. Qaçır, öyle yerində sayır, amma o elə bilir ki, qaçır. İrəli gedir. Bax, o arzu təkərinin içində qaçan dəliyə çevrilib insanlar. Bu izah olunsa, bu açılsa ki, sizin arzularınız özünüzə uyğun olmalıdır, imkanlarınıza uyğun olmalıdır. Cəmiyyətimiz bu şəkildə olmaz, bu qədər bərbad olmaz. Həm mənəvi cəhətdən, həm əxlaqi cəhətdən, həm psixoloji cəhətdən. Ona görə mən özüm öz rahatlığımı, özüm öz psixoloji komfortumu təmin eləməkdən ötürü çalışıram ki, arzularım boyumu keçməsin.